Salam əziz kolleqalar, salam əziz qonaqlar. Mən ilk öncə təşkilatçılara dərin təşəkkürümü bildirmək istəyirəm. Belə gözəl konfrans hazırlamışsınız və məni də dəvət etdiyiniz üçün bir daha təşəkkürlər və belə bir konfransların keçirilməsi biz həkimlərə də faydalıdır, müalicə etdiyimiz xəstələrə də çox faydalıdır. Çünki biliyimiz artır. İndi isə mövzuma keçmək istəyərdim. Duktal karsinoma in situ çox aktual bir mövzudur. Axarlardan inkişaf edir, bazal membranı keçmir və ətraf toxumalara sirayət etməyən, invaziya etməyən preinvaziv neoplastik prosesdir. Screening proqramlarının aktuallaşması ilə rast gəlmə tezliyi artır. DCIS-lərin müalicəsində əsas məqsədimiz invaziv xərçəngin qarşısını almaqdır. Yaş artdıqca DCIS riski artır. Risk faktoru xərçəngdə, süd vəzi xərçəngində olduğu kimidir. 80% hallarda screeninglə aşkarlanır, 20% hallarda simptomlar olur. Gördüyünüz şəkildə normal epitel hüceyrəsindən DCIS-ə keçmə transformasiyası göstərilir. Yəni normal duktus, ondan duktal hiperplaziya, atipik hiperplaziya, duktal karsinoma in situya transformasiya edir. Bəzi hallarda bu belə olaraq qalır, duktal karsinoma olaraq qalır. Bəzi hallarda isə 20-50% hallarda isə invaziv duktal karsinomaya transformasiya edir. Patoloji xüsusiyyətləri arxitektural quruluşuna görə DCIS-lərin bir neçə subtipləri vardır. Bunlardan ən çox rast gələni komeda nekroz tipdir. Komeda nekroz subtipində adından göründüyü kimi nekroz sahələri olur və bu nekroz sahələri prediktiv bir faktordur. Çünki nə qədər çox nekroz sahəsi olsa, bir o qədər törəmə aqressiv sayılır. Və mamografiya görüntülərində komeda tip DCIS-lərdə şaxəli, linear kalsifikasiyalar görürük və komeda tip karsinomalar pis proqnostik faktorludur, invaziya ilə əlaqəlidir. Bundan əlavə kribriform, mikropapillər, papillər və solid subtipləri də vardır. Cədvəldən göründüyü kimi, deməli, DCIS-lərin qreydləri var, aşağı orta yüksək qreydləri var və 63,6% yüksək qreyd, high grade DCIS-lər rast gəlinir. High grade DCIS-lərdə estrogen, progesteron reseptoru negativ olur, her iki ekspresiyası olur, yüksək mitotik aktivliyə malik olur. Amma low grade DCIS-lərdə isə estrogen, progesteron reseptorlar pozitiv olur, her iki ekspresiyası olmur. Daha aşağı mitotik aktivliyi olur. Intermediate grade isə bunların ikisinin arasında olan bir grade növüdür. Cərrahi baxımdan əhəmiyyətli nadir alt tiplərdən kapsulalı papillar karsinoma, PCT xəstəliyi, pleomorf labial karsinoma in situnu qeyd edək. Bunlardan PCT xəstəliyi diaqnozu qoyulan xəstələrin 80-90%-də süd vəzi toxumasında DCIS ilə bərabər olur. Yəni PCT xəstəliyi bəzi daxildə gizlənmiş xərçəngin ilkin əlaməti ola bilər. Diagnostikasında DCIS-lərin mamografiyanın rolu danılmazdır. Çünki bunlarda çox vaxt mikrokalsinasiyalar, kalsifikasiyalar görülür. Şəkildə göründüyü kimi, bayaq dediyim kimi, məsələn, komeda tip subtipində DCIS-in linear şualı gördüyünüz kimi kalsifikasiyalar olur və yaxud da diffuz formada kalsifikasiyalar da olur, regional kalsifikasiyalar da olur. Amma bəzi tədqiqatlar, bir çox tədqiqatlar daha doğrusu göstərir ki, 30% xəstələrdə mamografik görüntüləmə ilə histoloji ölçülər bir-birindən 1 sant olaraq fərqlənirlər. MRT, maqnit rezonans tomoqrafiya DCIS-lərin aşkarlanmasında mamografiya nisbətən biraz daha yüksək həssaslığa malikdir və invaziyan olmadığını istisna etmək baxımından yüksək informativliyə sahibdir. Burada biraz slaytda tam olaraq görünmür. Biopsiyalardan danışaq. Biopsiyalarda əlbəttə ki, stereotoksik biopsiyalar icra edirik. Diaqnozu qoyduqda mamografiya və MRT altında. Palpable türəbələr ultrasəs biopsiyası vasitəsilə edilir. DCIS-in şübhəsi ilə biopsiya olunmuş türəbələrdə 10-20% hallarda karsinoma diaqnozu qoyulur. Diferensial diagnostika aparmalıyıq. Lobular karsinoma in situ, atipik duktal hiperplaziya, mikroinvaziv karsinomalarla mərhələnməsi isə sıfırdır. Proqnoz yaxşıdır. Risk faktorları diqqət etmək vacibdir. Cərrahi müalicəsi
Orqan qoruyucu cərrahi müalicələr edirik və mastektomiya edirik. Orqan qoruyucu cərrahi müalicə etdikdə mütləq cərrahi sənədlərə fikir vermək lazımdır. O haqda növbəti slaytlarda danışacağım və adətən orqan qoruyucu cərrahi əməliyyatlardan sonra radioterapiyanın edilməsi vacibdir. Mastektomiya nə zaman edirik? Multifokal formalarda və ya yaygın DCIS-lərdə, residiv riski yüksək olduğu hallarda mastektomiya edirik. B12 tədqiqatı, yəni 15 il ərzində lumpektomiya, üstəgəl radioterapiya ilə invaziv residiv riski 8,9%, yalnız eksizya ilə etdikdə isə 19,4% olur. Sierra bazasını, yəni 140 min pasiyentin tədqiq etdikdə orqan qoruyucu cərrahi əməliyyatla mastektomiya nəticəsi eynidir. Və yaxud da daha yaxşıdır. Daha yaxşı olmağı orqan qoruyucudan əməliyyatdan sonra radioterapiyanın istifadə olunması halına görədir. Süd vəzi qoruyucu cərrahiyyənin texnik aspektlərinə gəldikdə isə onkoplastikanın cərrahiyyədən onkologiyada istifadəsi həm onkoloji, həm estetik cəhətdən süd vəzi qoruyucu əməliyyatların göstərişini genişləndirmişdir. Yəni, bu yanaşma, yəni onkoplastikada xüsusilə iri həcmli törəmələrdə, çətin yerləşimli törəmələrdə həm onkoloji prinsiplərə riayət edərək, həm gözəl estetik nəticəni almaq üçün onkoplastika əlimizdən çox tutur. Şin əməliyyat öncəsi dəqiq yerləşimini bilmək çox vacibdir DCIS-lərdə. Buna görə də markerlərdən istifadə olunur. Süd vəzi qoruyucu cərrahiyyəsində dəqiqliyini artırmış müxtəlif markerlərdən istifadə olunur. Törəmə dəqiq şəkildə hədəflənir və bu markerlərlə dəqiq şəkildə törəmə hədəflənir və cərrah tərəfindən əməliyyat zamanı həm vizual, həm də taktik olaraq hiss edirik və onu daha ətraflı cərrahi sənədləri intakt olaraq çıxarırıq. Ekstremal onkoplastik cərrahiyyə isə mastektomiya bəzi hallarda tələb olunan xəstələrdə mürəkkəb bir proseslərdə istifadə edilə bilər. Bu da əlbəttə ki, bu zaman xəstə seçimi çox vacibdir. Cərrahi sərhədlərin təyini DCIS-lərdə bu çox vacibdir. Duktal karsinoma insitu hallarında cərrahi sərhədlərin tam şəkildə çıxarılması çətinlik yarada bilər. Çünki palpasiya olunan törəmələr deyillər. Bu səbəblə öncədən lokalizasiya, bayaq dediyim kimi lokalizasiya tələb olunur. İntraoperativ ultrasəs çox faydalı deyil, çünki törəmə çox vaxt ultrasəslə görünmür. Lokalizasiya üçün istifadə olunan metodlar dünyada tel işarə lokalizasiya, radioaktiv maddələrlə lokalizasiya, rol lokalizasiyalardan istifadə olunur. Biz isə sadəcə tel işarətləmədən istifadə edirik. Geniş sahəli törəmələr 2 qat lokalizasiyaya tələb olunur. Çünki burada cərrahi sənədləri intakt çıxartmaq biraz çətinlik törədə bilər. Əgər törəmədə mikrokalsifikasiyalar varsa və markerlərimiz varsa, əməliyyatdan sonra mamografiyanın, yəni tam intakt çıxartdıq, markerləri çıxartdıq, mikrokalsifikasiyalar qala bilər. Onun üçün əməliyyatdan sonra sektorun mamografiya olunmağında çox böyük fayda vardır. Cərrahi sərhədlər 2 mm-lik sərhəd yetərlidir DCIS-lərdən. Bu Sandgalin 2013, Astro 2016 qərarıdır. 1 santimetrdən geniş sərhəddə çıxarılırsa, bəzi hallarda şoa terapiya ehtiyac duyulmaya bilər. 20 tədqiqatın meta-analizi göstərir ki, 2 mm-dən böyük sərhəddin əlavə üstünlüyü yoxdur. Yəni, daha artıq sərhəddə çıxartmağın mənası yoxdur. 2 mm-dən az, lakin sərhəddə toxunmayan hallarda klinik qərar fərdi verilməlidir. Şoa terapiyası nəzərdə tutulmursa, minimum 2 mm-lik sərhəd tələb olunur. Yenidən əməliyyat ehtiyac olan halı, əlbəttə ki, şiş toxumasının sərhəddə olması ilə lokal residiv riskini artırdığı üçün yenidən reaksiyaya ehtiyac duyulur. Bu şəkil cərrahlar üçün çox maraqlı olar. Burada nə göstərilir? DCIS-lərdə cərrahi sərhəd 2 mm vacibdir. Amma sırf invaziv karsinomalarda isə təmiz cərrahi sərhəddin olmağı yetərlidir. 0 cərrahi sərhəddin olmağı yetərlidir. Əlbəttə, bir neçə il bundan öncə bunu bizə desəydilər, biz bunu absurd sayardıq. Amma bugünkü gün bu təsdiq olunubdur bir çox meta-analizlərlə. Amma qarışıq tiplərdə həm invaziv karsinoma, həm DCIS olduqda isə yenə də 2 mm-lik cərrahi sərhəd bizə vacibdir.
Paget xəstəliyində əlbəttə ki, gilədə baş verdiyi üçün gilə tamamilə götürülür. Burada saxlanmadan söhbət gedə bilməz. Amma digər hallarda gilə qoruyucu əməliyyat icra ediriksə, əlbəttə ki, mamoqrafi və MRT görüntüləməsinə baxmalıyıq. Bu halda 1,5, 2,5 cərrahi sərhəd qoymalıyıq. Yəni giləyə bu qədər məsafə varsa, 2,5 maksimum məsafə varsa, biz giləni qoruya bilərik. Digər hallarda gilə götürülür. Gilənin çıxarılması lazım gəldikdə estetik, rekonstruktiv əməliyyatlardan əlbəttə ki, istifadə edirik. Bu zaman protezlərdən də istifadə edə bilərik. Və bir çox metodlar var, Rizotto metodları, ondan istifadə edərək giləni bərpa edə bilərik. DCIS-lərdə sentinel limfa düyünün biopsiyası hansı hallarda icra edilə bilər? Çox geniş sahəni əhatə edən proses varsa, bu zaman SLNB etməliyik. Biopsiyada mikroinvaziv sahələr aşkarlanırsa, yenə də SLNB etməliyik. Orqan qoruyucu DCIS-lərin müalicəsində orqan qoruyucu cərrahi əməliyyat etdikdən sonra radioterapiyanın rolu danılmazdır. Amma mastektomiya etdikdən sonra ehtiyac yoxdur radioterapiyaya. Əgər süd vəzi qoruyucu əməliyyat zamanı təmiz cərrahi sərhədə əldə olunubsa, şüa müalicəsi adətən orta və yüksək riskli hallarda tətbiq olunur. Kiçik ölçülü, aşağı dərəcəli tölmələrdə şüa terapiyası ehtiyac olmaya da bilər. Çox saylı böyük klinik tədqiqatların meta-analizinə əsasən bütün süd vəzinə verilən şüa müalicəsi eyni tərəfdə, ipsilateral tərəfdə riski əhəmiyyətli dərəcədə azaldır. Yüksək və orta riskli xəstələrdə son araşdırmalar göstərir ki, şiş yatağına verilən boost doza residiv riskini əhəmiyyətli dərəcədə azaldır. Tamoksifenin rolu DCIS-lərdə çox böyük rolu var. Bunu da bir çox araşdırmalar təsdiq edib artıq. Tamoksifen invaziv ipsilateral süd vəzi xərçəngi riskini 32% azaldır. İpsilateral DCIS riskini 60% azaldır. Kontralateral süd vəzi xərçəngi riskini isə 32% azaldır. B24 tədqiqatının yekun nəticəsi tamoksifen bütün kontralateral və ipsilateral residivləri azaldır. Tamoksifen invaziv ipsilateral residivlər və kontralateral xərçəng riskini azaldır. Tamoksifen ipsilateral DCIS residivlərini effektli azaldır. Tamoksifen süd vəzi xərçənginə bağlı ölümlərin azalmasında effektivliyi yoxdur. B17 və B24 tədqiqatlarında non-randomizə müqayisəsi göstərir ki, lampektomiya, radioterapiya, üstəgəl tamoksifen istifadəsi yalnız süd vəzi qoruyucu əməliyyatlardan sonra müqayisədə ipsilateral invaziv residivini 70%-ə qədər azaldır. Tamoksifen hansı dozada effektivdir? Tədqiqatlarda araşdırıldığı kimi tamoksifen 20 mg məsləhət görülür. Yan təsirlərini nəzərə alsaq bəzi pasientlərdə bu 10 və 5 mg kimi azaldıla bilər. Aşağı doza tamoksifen tək qollu tədqiqatlarda araşdırılıb, standart doza ilə müqayisəsi tədqiqatı isə yoxdur. Aromataza inhibitorları da əhəmiyyəti postmenopauzal xəstələrdə danılmazdır. Vaxtınızı almayayım, yəni anastrazolun da istifadəsi tamoksifen kimi DCIS-lərdə çox vacibdir. Bəzi tədqiqatlara görə DCIS-lərdə hər iki pozitivliyi daha çoxdur. Amma buna baxmayaraq transfuzumab DCIS-lərdə effektli deyil və hər iki rutin müayinələrdə yoxlanılmır. ESMO guideline-larında da bu yekun nəticə gəlmişdi ki, yerli residivi və ikincili süd vəzi xərçəngi riskini azaltmaq üçün həm anastrazol, həm də tamoksifen DCIS-lərin konservativ yerli müalicəsindən sonra istifadə edilməlidir. Mastektomiya sonrası tamoksifen və anastrazol yüksək riskli xəstələrdə kontralateral süd vəzi xərçəngi riskini azaltmaq üçün istifadə edilə bilər. Süd vəzi qoruyucu cərrahi əməliyyatlardan sonra ipsilateral süd vəzi riski azaldıcı müalicə, süd vəzi qoruyucu cərrahi əməliyyat, radioterapiya alan, xüsusən estrogen pozitiv olan xəstələrdə endokrin terapiya 5 il olmalıdır. Premenopauzal xəstələrdə tamoksifen, postmenopauzal xəstələrdə tamoksifen və anastrazol istifadə edilməlidir. Xəstəyə istədikdə və ya tolerə edə bilmədikdə aşağı doz, yəni 5 mg tamoksifen də istifadə edə bilərik. Nəticəmiz. Ductal karsinoma in situda
Sistem müalicəni invaziv xərçəngə keçmənin qarşısını almaq, ipsilateral residivi azaltmaq və kontralateral süd vəzi xərçəngi riskini azaltmaq üçün edilir. DCIS-in proqnozu yaxşı olduğu üçün və metastaz vermə ehtimalı olmadığı üçün kimyoterapiyanın heç bir rolu yoxdur. İpsilateral residivlər üçün tamoksifen qəbulu önəmlidir. Lakin kontralateral süd vəzi xərçəngində önəmi şübhəlidir. Trastuzumab DCIS-lərdə istifadə edilmir. Xüsusi hallarda aşağı doz tamoksifen istifadə edilə bilər. Postmenopauzal qadınlarda aromataza inhibitoru və yaxud da tamoksifen əlavə təsirləri nəzərə alınaraq istifadə edilə bilər. İndi isə 2 dənə xəstə кейsim var və bununla da çıxışımı bitirirəm. Bu xəstəmiz göründüyü kimi giləsində qabıqlanma var, qızarma var. Əlbəttə ki, PCED xəstəliyi bir il dermatoloqlarda yerli konservativ müalicə alıb, sonra bizim mərkəzə müraciət etmişdi. Bizdə isə histoloji olaraq PCED xəstəliyi təsdiqlənmişdi. Ultrasəs və mammografiya müayinəsində süd vəzi toxumasında heç bir patoloji ocağa rast gəlmədik. Amma PCED-lərdə çox vaxt kontrastlı MRT müayinəsindən istifadə edirik və bu zaman süd vəzi göründüyü kimi də kiçik bir süd vəzidir və yan lateral kvadrantların kontrast tutumu bitirdim Azat müəllim. Dənə heç olmasa əməliyyatını da göstərim, bitirdim. Və təcili patogistoloji müayinə ilə həmin süd vəzi toxuması sahəsi çıxarıldı. Çünki dəqiq cavab bilmirdik və təcili cavabda DCIS təsdiq olundu. Süd vəzi subkutan mastektomiya icra edildi. Bu da digər bir xəstəmizdir. Burada da qanlı ifrazat gəlirdi spontan olaraq. Yenə subkutan mastektomiya etdi, DCIS təsdiq olundu. Çox sağ olun, təşəkkür edirəm diqqətiniz üçün.